Salam dostlar, necəsiz? Gördüyünüz kimi deyirsiniz ki, müəllim bu kartof qızartmasıdır, bu da qiymədir, qovurmusuz, nə edirsiniz və mən sizə deyəcəm ki, bu içliyi pirajki üçün hazırlamışam. Deməli, burada tərkibində soğan var, ət var, ayrı-ayrılıqda qovururam. Məndə belə bir şey var ki, mən soğanla əti eyni anda qovurmuram, ayrı-ayrı qovururam. Sonra gördünüz ki, kartofu qızartmışam. Mən kartofu soyutma kimi etmirəm. Məhz elə qızardıram, duzun istiyotunu vururam. Keşniyi, şüyüd, soğan olsa da lap yaxşı, göy soğan. Və heç nə qarışdırıram belə qəşəngçənə və gözəl bir xəmir etmişəm. Dostlar, baxın, mayalı xəmir etmişəm. Bəzən mayasız da edirəm bunu. Yəni qabartma tozu ilə edirəm, amma bu dəfə mayalı elədim, daha yumuşaq olsun. Çünki qabartma tozu ilə edəndə bir dəfə də qabartma tozu ilə paylaşaram. Qabartma tozu ilə edəndə sanki Soçi paxlava dadı verir. Deməli, mən heç vaxt dəqiqliklə heç nə götürmürəm. Gözə yarı götürürəm. Adi xəmirdir, süd, kərə yağı, margarin istifadə etmirəm. Kərə yağı olmalıdır mütləq, çünki onda dadlı olur. Droş, duz və xəmiri edirəm. Çox qəşəng, bax, bu belə daha yumuşaq edə bilərsiniz, bərk edə bilərsiniz. Mənim pirajkilərim daha belə necə deyərlər, qıtır-qıtır olur da. Yəni, xoşum gəlmir bulki kimi olsun. Xoşum gəlir ki, sanki elə bir qazmaq yeyirsən bu cür. İndi heç nə kəsəcəm, doğrayacam, içini dolduracam və bişirəcəm. Hadi günümə pirajki edirəm. Buradasa 30-40 qram, bax bu cür balaca kündələr etdim. Kündəni çox nazik olmayaraq, çox nazik olmamaq şərti ilə açdım. Sonra içlik qoyuram. Qırağını bax bu cür bükürəm və qoyacam soba qabına. Biraz duruyaq. Kənd yumurtası. Bax belə kənd yumurtası ilə. Ondan sonra da çörək otunu üstünə vurdum. Ondan sonra da çörək otunu üstünə vurdum və gedir sobaya 20-25 dəqiqəyə hazırdır. 150-200 dərəcədə. Bəli, ətli pirajki də hazırdır. Bilirsiniz tərkibində nə qatmışdım. Nuşican, isti-isti yeyə bilərsiniz. Əsas odur ki, uşaqlar üçün də hazırlaya bilərsiniz. Uşaqların sevdiyidir. Bilirəm ki, heç nə qalmayacaq. Nuş olsun sizə də, bizə də. Əsas odur ki, dadlı olur.